deyə burada uşaqlar çox pis görünür. Kimsə nə fotosunu nə idi? Gəlmişik, xoş gəlmişik. Gözləyirəm. Rəngi səsim düşmür, üstdən danışacağam yenə. Uşaqlar deməli çıxdım makyajdan. Heç xoşuma gəlmədi. Nəyə görə? Məncə nə yalan deyil. Burada yəni özünə görə mükəmməl adlı sanlı yerdir. Sadəcə bizim ölkə olaraq makyajımız yəni ərəb makyajı tərzində gedir. Mən nə qədər bu ərəb makyajını azaltmışam ha. Məsələn demişəm ki, uzun liner falan çəkmək lap elə oxşamasın. Amma yenə nə etsək də ərəb makyajı gəlib çıxıb ərəb makyajına gəlir. Yəni o fresh deyir, clean girl deyir, nə deyir o belə blush nazarla. Yəni mən o şəkil göstərmişdim. Hanı mən blushım? Deyir silə uşaqlar. Saçım da ki, o da dəxilsiz bir şeydir. Yəni mən tamam başqa şey göstərdim, onun əlaqəsi yoxdur. Sizcə salonda həmişə mənə şəkil göstər. Sən sonunda mən özü oda oturmuşam. Bələn bəqabət 5 nəfər keçdilər. Hamı eyni bir inqibat rücəsini, hamını eyni edirlər. Yəni hamı eyni. Qız sən oturub saatlarla danışmaq istəyir paltarını bu arada. Bu da ütülənməyib. Dırnaq taxmalıyam. Paltar ütülənməyib. Sifətimi silib təzədən çəkməliyəm. Saçımı təzədən düzəltməliyəm. Çox az qalıb çıxmağıma. Məncə bir dənə çəkiliş, danışıq videosu gələcək bundan sonra. Danışıq videosunda sırf oturub başıma gələnlər, nələr oldu, mən necə makyaj istəmişdim, sizə şəklini göstərəcəm. Ki nə makyaj istəmişdim, qoyacağam ki, bu makyaj istəyirdim. Şəkli saçı qoyacağam, bu saçı istəyirdim və onlar nə etdilər? Belə şeylərdən danışarıq. Çox danışmaq istədiyim şeylər var. Amma həqiqətən vaxtım yoxdur. Ya bu videonun axırına qoyaram o danışığı, ya da ki növbəti videoda. Onun üçün də yenə də kanala abunə olun və bildirişlərdə zəng səsində də onu açıq qoyun. Bir də məndən qorxmayın, xahiş edirəm. Çünki mən özümdən qorxuram bu dəqiqə. Paltar ütülənməlidir. Paltar ütülməkdən niyə qorxuram? Çünki ləkə buraxan paltardır. Niyə görə? Çünki materialı atlaslı bir çox qəşəng material var. İdeal bir paltardır sözün əsl mənasında. Amma bunlar çox kaprizni parçalar. Yəni bir damcı buxar dəyən kimi ləkəsi qalır. Onun üçün qorxuram. Vidimdən adam vidinə düşməliyəm. Çəkəcəm yerdə xəbəriniz olacaq məndən. Özümü yaxşı sevməməyə başlayıram. Çünki saat azalır və mənim sifətimin daha çox eybəcərliyi sanki üzümə çıxmış olur. Ay dırnaqlarım da qalıb hələ. Mənə gəlir ki, problem burada kipriyidir. Nəyə çıxardıq, nəyə düzəld? Bundan nə düzəldə bilərsən? Kipri də ki, ən balacasını dedim. Amma bir də boyda kipri qoydu, bu boyda. Dedim, balacalaşdı, belə elədi. Sonra gəlin təkcə kənarlara qoyaq. Hələ o budur. Yenə deyirəm, bir var ki, belə, necə deyim, hara gəldi, gedəsən də. Bir də var ki, belə özünə görə adlı sanlı yerə. Onda adam əsəbləşir. Çünki pulun da çox çıxmış olur oraya adlı sanlı yer olduğu üçün. Bilsəm özüm eləyərəm, valla. Mən deyim, heç vaxt belə çox şey eləmirəm. Bu dəfə özüm eləməyim. Bizim Kristal Hall'da da məzun günümüz var. Onu özüm eləyəcəm, baxarsınız, makyaj necə olur. Özüm də baxaram. Mən sizə niyə əsəbiyəm? Sizin heç bir günahınız yoxdur, uşaqlar. Əsəbi ola bilərəm bu videoda. Onun üçün videonu bəyənməyi unutmayın ki, mənim əsəbim getsin. Bu nə gündə görünürəm. O yüzden qorxuram. Gedirik indi arvat makyajımızı silməyə uşaqlar. Yəni ən azından çalışdığımız qədər öz yaşımızı göstərək. Çamaç anlaşım mən qocalara. Halloween giymişəm. Halloween'da yəni belə bir makyaj edib qorxuda ifritə zad olmaq olar da bu arada. Halloween'da belə Halloween köynəyi deyib balqabağı. Belə də makyaj edib ifrit olur, süpürgənin üstünə uçanlar nə olmaq olar. Çox gülməliydi. Başlayırıq uşaq. Saçımızı birinci nə edirik? Tamamilə açırıq. Bugün hava dəhşətli küləklidir. Hətta qrupa yazdılar ki, bəlkə olmayacaq da. Çünki külək uçurdu yerləmi və biz açıq havada geyəcəkdik. Çünki açıq havada olur da, yəni belə şeylər. Düşünün, görün nə gözəl şəkillər çıxır falan. Dedilər ki, hava küləklidir, bunu qapalı məkanda edirik. Bir partiya hamının stresi düşdü. Saçdı. Təsəvvürən açanda da belə olur. Allah, mən özüm gündəlik şeyə gedəndə, universitetə gedəndə ona qat-qat gözəl və cavan görünürəm. Eybəcər görünürəm bu videoda. Heç bir videoda belə eybəcər görünməmişəm. Saçımın arxasını göstərirəm, baxın. Bir dənə buruqların qəşəngliklər ucunu. Göstərdiyimə bir dənə, mən istədiyimə bir dənə baxın. Baxın belədir saçım. Bu sən nədir? Gündəlik mən belə dərsə gedəndə belə götürüb yığıram ya, ondan eləyiblər. Mən istədiyim belə bir yığım idi arxasında. Tüh səni. Çox da rahat açıldı deyin bilərsiniz. Bir dənə ucunun buruqlarını bəyəndim çünki havalı buruq istəmişdim. Onu da eləyə biliblər nə əcəbsə. Başımı da yağlandırdılar. Dünən mən axşam başımı yumuşam. Bir də belə şeylər vururlar, elə başımı yağaqdı. Bu buruq var ha, söz deyirəm. Bu buruq da mən eləyirəm belə buruğu həmişə. Çolkamı da yağlandırıblar. Ay Allah, çolkamı yağlandırıblar. Niyə mən çolkamı yuyum indi? Çox pis görünürəm. Heç ağlıma gəlməzdi ki, yəni.
Getməsəydim də ürəyimdə qalacaqdı ki, getmədim. Başın ucuna vurarsan saçın ki, buruqları açılmaz, o da zaten açılıb. Yapışır belə, dünən yola başın gününə bax. Bütün başım açıldı uşaqlar, yəni gördüyünüz kimi heç eləmədilər, elə belə oldu. Kipriklərimizi çıxardırıq. Dən yığım saçımı, o da zibil gündədir. Mən belə bigudi ilə arxaya eləyim ki, heç olmasa biraz obyomlu olsun da. Çolkamı yağ elədi. Gedin çolkamı yığım uşaqlar. Başqa yolumuz yoxdur, çolkamı yuyacaq. Bir dənə burun belə bunu. Əgər görsəm ki, yenə pis gündədir, gedib çolkamı yuyacam təkcə. Bu videoda haqqında şey qoyuram. Warning deyirlər, xəbərdarlıq. Şiddət və əsəb və nə içerir? Türklər yazır. Yəni ki, başından qoyacağam zarafatsız. Əsəbi insanlar baxmasın. Gərgin bir videodur. Görün nə deyirlər bunlar. Demin ki bir dənə mən yedim gedən yağbırçılıq, rezalet, iğrəçilik hamısı çıxardı. Valla özümə baxıram və yaxud silirəm deyəsən. Ben silsem oldu, ben sileceğim. Ona göre gelsem de şimdi Allah'a olsun bize geldi. Ben de bir olmam dedi. Onu vallahi ben bir interesten ki şaşı gösterdim bilir beni görərsin. Açır uşaqlar, kiprikdə ola bilsin ki, yer qalacaq, izi qalacaq, bilmirəm nə olacaq. Açıram gedir. Tüpürəsən belə kipriyi. Stop it. Get some help. Güzel oldum mən. Geri döndüm arkadaşlar. Belə shit belə influencerlər olur. Arkadaşlar. Burada artıq mənə fikir verməyin, sözün əsl mənasında başım yavaş-yavaş qaçmağa başlayırdı. Artıq çox qəribə hərəkətlər edə bilərəm, məncə sorğulamayaq. Bir də gözümün üstü elə bir ağrıydı. Asmır. Qaşlarım da biraz karandaş nəsə çəkdi. Ehtiyac yoxdur, mənim qaşım zaten qalındı. It's enough bro, it's enough. We don't need anything more. Thank you mamaya göstərim. Gülür Nərgiz mənə. I don't drive RAs, I don't like those. Rozov rəngdə bulaşıdır. Niyə rozovdur? Çünki mən istədiyim makyaj sizə göstərmişəm, yox. Amma məncə editləmədə göstərəcəm burada. Qız da deyir ki, göstərəm Nərgizin səsini, deyir ki, onda da deyir bizdən soruşmayın da siz nə istəyirsiniz. Onsuz sonda hamıya eyni şeyi deyirsiniz. Gördüm ki, təkcə mən demirəm bunu, hamı deyir. Makyaja baxın. Makyaja baxın. Hi. Okay. Bunun tutorialları var idi Instagram, TikTok'da ki, hamı məhz bu makyajı ediblərdi. Bilsəm elə oturub özüm eləyərdim. Vallahi buna bax. Buna bax. Mına bax. Mını. Rozolar bu hissəsinə doğru çoxdur. Düşünürəm ki, mən də rozlu blush buralara vurmalıyam. Baxın, bu gözünün lineri var. Burada təsəvvür edin, ərəb makyajında qara liner çəkmək istəyirdi. Belə çəkirlər. Dırnaqlama fikir vermə, indi ki düzələcəm. Dibindən belə qara linerlər gəlir. Bildiniz nə edirəm? Sırf ərəb lineri. Onu eləmək istəyirdi, qoymadım. Bütün karandaş elə. Belə. Mən bunu çox sevirəm, amma özüm bunu eləyəmirəm. Bax, açıq aydın. Görürsünüz ki, hər şeyin istər təmin paylaşım. Ancaq istəmirəm. Məsələn, mən bunu çəkə bilmirəm. Bu karandaşı mən necə öyrənim? Karandaşla sanki liner çəkirsən, amma sadəcə ucunu çıxardırsan. Onu da Hailey Bieber'dən götürmüşdüm, göstərdim. Bir tər onu bacarıblar. Hailey bir sayağı makyaj. Siz də öz şəhərlərdə fikirlərinizi bildirin. Sizcə nəyə görə bizim ölkədə makyaj eyni stildə gedir, davam edir, dəyişə bilmir? Bir mən deyirəm ki, biz Asiya tərəfdən, yəni ərəb makyajı öyrənirik, ona görə də bu tipdə alınır. İki məndə ağlıma gəlir, bəlkə də biz 2015, 16, 17, 18-lərdə qalmışıq. Çünki o dövrün makyajı hələ davam edir. Hal-hazırdakı makyajlar, sürətli danışıram bilirəm çünki vaxtım yoxdur. Hal-hazırdakı makyajlar daha çox belə quru zərri deyil də, yəni parıltılı, clean girl, başa düşdün necə, yəni belə axıcı makyajlardır. Amma make-up makyaj birləşdi oldu make-up. Hə, amma ki bunlar zərri edirlər. Bunlar 2017-2018-in Kylie Jenner'in o Kim Kylie era dövrünün makyajını edirlər. Biz o dövrdə deyilik, Kylie Jenner belə artıq oyun eləmir. Hamı bu dəqiqə makyajı silməklə məşğuldur qrupda da. Mənim dodağım zaten böyüdü. Kənara çıxmağa ehtiyac yoxdur. Dodağımın ölçüsünə get bəsdir. Okay, o göstərdiyim makyajı deyə bilərsiniz ki, düzdür da, yəni biraz olur effekt olur, Photoshop olur. Düzdür, yəni tam onu istəmək biraz düz olmaz. Amma ən azından bənzək daha heç oxşarlığı yoxdur. Aha, hamı nə edirsən? Oh, cavan qızanmış mən. Bir də mənə baxın uşaqlar. İstədiyim belə bir şeydi, yəni eləyə bilərdiniz məncə. O da gözəl göründüm. Saçımın buruğuna baxın, bunlar onu eləyəməmişdilər. Çox qəşəng. Çox bəyəndim. Uşaqlar, makyajınızı özünüz eləyin, çox xahiş edirəm. Öpürəm. Tenimi də biraz o qədər bəyənmədim. Tenimə də biraz yenə bu blushdan əlavə edirəm, rozov olsun. Cavan olaraq sizi qarşılayıram. Bir neçə saat bundan əvvəl sizlə danışan çox yaşlı bir qadın idi. Bilmirəm nəyə görə. Mənim YouTube kanalım ələ kəsilmişdi. Amma onu rədd elədim, getdi, qovdum və gəldim geri. Bir də mənim elədiyim buruğa baxın. Düzəltdim saça baxın. Bəlkə mən peşəmi səhv seçmişəm uşaqlar. Bəlkə elədiyim makyaja baxın uşaqlar. Bacarmışam da. Amma buraları yaxşı vurmayıblar. Buraları özüm təzədən vuracağam. Amma məncə gəlin belə eləyək. Saçım zaten açılacaq axşama qədər. Ona görə saçımı elə bigudi ilə davam eləyək. Deyirdim ki, əgər alınmasa təzədən yuyaram çolkamı. Cümaya da ehtiyac olmadı. Gör mənə nə günə qoymuşlar. İndi sumkamızı yığırıq. Sumkamda nə var? Belə bir sumkadır. Bu paltarla uyğunlaşdırıb fikirləşdim. Əslində mən qaş sevən biri deyiləm, amma da götürək. İçinə nələr yığacağam? Hər zaman kimi. Etiketdə qalıb içində. Ay təzə idi, bir mübarək deyərsiniz. Spirt.
Çünki niyə də yox? Yaş salfetka, kuru salfetka. Bu dırnaqlardan mən heç vaxt deyəsən eləməmişəm. Mama idi. Sən bunu eləmişdin mama. İlk dırnaqları düzəldəcək uşaqlar. Burada gördüyünüz dırnaqlar. Paltaryanın səsinə fikir verməyin, o da özünü öldürür. Sonra bu mənim baş barmağıma iki qalır. Tapa bilmirəm. Paltaryan. Bitti. Başım qaçmışam. Bu xeyli vaxt aparacaq. Belə yığdım. Bu belə cərgənin olmalıdır. Amma əgər böyük dırnaqlar olarsa, mən buradan gəlib biraz balacalardan götürüm, bunları əvəz edeyim. Qızlarla danışıq qrupda. Ailəm deyib bir-birinə hamı gedib heç kim bəyənməyib, hamı silmək istəyir makiyajını. Saçım da açılır. Mən başımı desəm buruq saxlamıram. Çünki evdə də eləyəndə qalmır. Bunlar da eləyəm gedib. Uzağı təzədən buracaq. Dırnaqlar hazırdır uşaqlar. Dırnaqlarımız hazır. Çox çətindir özü bu dırnaqlarla mənə. Yəni uzun dırnaqlı adamlar necə bir şey deyirlər. Bax, kreyi qalıb əlimdə. Hə, çox qəşəng yamulama. Hazıram aslında. Yəni sizə bir son lookumu göstəreyim. Ki də saçım makiyajım özümə məxsusdur. Saçım gür qollu. Qabaqdakılar bəlkə biraz buraq. Bilmirəm nəyə. Amma arxası burun-burundur zaten. Uşaqlar gedirik. Belə. Dərsə belə göstəreyim. Paltar və dırnaqlar, qızıllar və mən. Dararat. Ta-ta-ta-ta. Sonra döner kalan ikinci çıkışa. Gəlib çıxmışıq. Bir də qızlarımızın gözəlliyinə baxın. Aytən, necəsən? Burada fotobusumuz var ki, burada şəkil çəkdirəcəyik. Burada Leyla var. Çox heyecanlı. Burada sizə məkanı göstərirəm. Ümumiyyətlə belə zaldır. Hə, buradan da ki belə golf kimi məkan var. İndi ora gedirik. Məkan da belədir. Gəlmişdiyimiz havaya baxın. Bir də açıq məkanda eləyəcəkdik. Açıq məkan hara olacaqdı? Ora olacaqdı. Açıq məkan eləyəmədiyinə görə çünki küləkdir hava. Gördüyünüz kimi açıq məkanda yapmışam. Saçım belə yəni açılıb getdi. Daha belə. Şəkil çəkdirmək mərasimləri baş verir. Külək də uçurdu. Zaten saç da uçur göydə. Heç bir şəkil çəkdirməyin də mənası yoxdur əslində. Qabaqda gəzməkdən nifrət edirəm. Nifrət edirsə bir dənə like edin. Uşaqlar, biz buradayıq. Salamünaleyküm. Deyirəm, bomba məkandır ki. Bomba məkandır. Bayaq deyirəm 135 manatın hamısı da xərcləndiyini bir hiss edirəm. 135 manatın 100 manatı buna gəlir. Dırnağımın o birisi də qopur. Qopan dırnağıma baxmaq istəyirsinizsə baxın. 2 dənə dırnağım qopdu artıq. Bunlar yoxdular. Belə bizə konfetlər hədiyyə edirlər. Babi siz deyirik, konfeti işləyirik, örgədirəm. Öyrət. Yeyirik, işlənmiş konfeti, sonra qoyuruq yastığımızın altına. Uzaqsın yadanda. Gələcək işimizi, karyeramız haqqında qəşəng yuxular görəcəyik. Wow. Gidiyoruz. Uşaqlar hazırıq. Gəzirik. Nərgiz xanımla bir yerdə. Fərəh xanım gəlib tadıma baxın. Tatısını göstər. Tadı elə bir şey. Baxın uşaqlar, bura səhnə. Biraz qeybət edirik. Baxın uşaqlar, belə məkan da var, barədə cəmaət şəkil çəkdir, amma mümkün deyil şəkil çəkdirmək, çünki bütün küləkdir. Burada yamandır, zaten Fərəh gəlməyəndən sonra. Amma yenə şəkil çəkdirirlər. Çəkdirmək gözləyirlər deyəsən. Dönüş kimi. Hər öz sevimli kebabını desin. Sənin ən sevimli kebabın hansıdır? Toyuq, lülə, antrikot. Lülə də qəşəngdir. Lülə? Antrikot, yumuşaq antrikot. Hər antrikot yox, hə, yumuşaq antrikot. Böyle bir şey bütün kebaplar yedik var diye biz kağıt yedik. Bir şəkillər çəkdirdik, belə oldu. Məncə qəşəngdilər. Sən çəkib gör. Çoxları hal-hazırda Sezarın dalına baxıram. Belə acayipdir da. Gözləri Otobus şəkilləri. Bax bir dənə baba. Apar götür. Nərgiz bölür. Fərqi yoxdur, ürəyən hansı gəlir. Hələ ki başlamayın. Stol yapırsınız, yemək yoxdur. Tripodlar gəldi şu an. Yine bayrak sarıp çektirmeye. Sarıp söylem bayrağı şekil çektirmeye. Oradaki bir mahnayla oynamak. Bizim uşaqlar. Ona yazık. Allah oynamak Telefon kimde? Ben telefonla çəkə bilərsiniz. Video sonra.
Dırnaqlarım düşür. Dırnaqlarım artıq bir-bir düşürdü. Yəni heç nə qalmamışdı. Bir sözdən dırnaqlar yox idi artıq. Uşaqlar, dostum. Bitti. Papa geldi, çıxmışam. Hamı tek bir gedir, atalar gəldikcə. Gidiyoruz arkadaşlar. Anlıq belə bir yerdir. Başıma nəsə gəlsə, bu video deyəcəm görəcəksiniz. Başıma nəsə gəlsə mən bu videonu tökürüm. Şöyle gəldim, çıxdım evə. Çox yorğunam. Saat 1-10 dəqiqə qalıb. İndi neyəcəyik? İndi üzümüzü makyajla siləcəyik. Bir də məndən telefonumda şəkillər çəkiblər, onları istəyirlər. Amma mən onları göndərməyə halım yoxdur. Telefonumun zaryadkası 6% qaldığı üçün çəkə bilmirəm. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Hamınızı çox sevirəm. Sayımız həqiqətən də getdikcə çox artır və bir ailə kimi, bir ortam kimi yaradırıq. Mənə ləzzət eləyir. Şərh bölməsində öz fikirlərinizi yazın. Növbəti videolar, bax məndən nə videosu istəyirsiniz? Challenge ola bilər, söhbət ola bilər, hansısa məsləhət videosu ola bilər. Nə tip video istəyirsiniz? Yazın, mən çəkəcəm. Çünki hamınızı həqiqətən çox sevirəm. Gözəl şərhlərinizi sevə-sevə oxuyuram və kalp. Yəni elə bilirəm ki, məsəl üçün harasa gedirəm. Bugün getdim ora. Sana FaceTime-dayım, ya Zoom-dayım. Yəni məni izləyirsiniz, baxırsınız, bir yerdə eləyirik hər şeyi. Əsəbləşdim, makyajıma, saçıma falan. Hamısını bir yerdə elədik. Yəni yanımda oldunuz. Ona görə yanımda olduğunuz üçün təşəkkür edirəm. Növbəti videolarda, daha maraqlı videolarda bir yerdə görüşmək ümidi ilə hələlik.